Biz 19-cu ilə qədər düşmən təfəkkürünlə yetişdirilmiş o Mehdiyevin siyasəti idi. Düşmən, biz terrorçuyduq. Məsəl üçün, hakimiyyət bizə terrorçu kimi baxırdıq, biz də bütün hakimiyyətə xain kimi baxırdıq. Şəxsən mən dəfələrlə olub ki, öz müsahibələrimdə demişəm ki, 19-cu ilə qədər də müharibə var ki, bu hakimiyyət Qarabağ almaq istəmir. Dəfələrlə demişəm. Və əsaslandırmışam ki, nəyinə lazımı Qarabağ oturur, özü üçün filənliyi, rüşvətini alır, filən, nəyinə lazımı Qarabağ. Amma elə deyilmiş. Və ölənlərimizə rəhmən. Bax, mən də 19-cu ilə qədər demişəm də bunu. Elə 20-ci ildə müharibə başlayanda mən necə deyə bilərəm ki, yox, bunların niyyəti Qarabağ almaq deyildi, hakimiyyətdə qalmaq. İndi bəziləri də elə deyir, yox, gördülər vəziyyət ağırdır, müharibə başlatdılar. Həvəl danışırlar. Müharibə ən qəlizidir. Müharibə başlatmaq. Riskdir müharibə. Müharibə başlatmaq hakimiyyətin %80 riskdir. Baxın, %20 şans var, %80 risk. Niyə risk var sizə deyim? Bir şəhid olacaq. Şəhidlərin reaksiyası, qazilərin reaksiyası, onların ailələrinin reaksiyası, iqtisadiyyat ağırlaşacaq, müharibədir, qələbə qazana bilərsən, məğlub ola bilərsən, o kənardakı beynəlxalq qüvvələrin müdaxilə imkanları artacaq, səni sevməyənlərin, düzdür? Müharibə sənin mövqelərinin 80% zəifləməyi və həssaslaşmağı deməkdir də. Bildiniz necə? Elə bilin ki, köynəklə qarın ortasına çıxmaq deməkdir müharibə. Bir siyasi hakimiyyət üçün, istənilən siyasi hakimiyyət üçün. Görsə o boyda Putin girib müharibəyə çıxa bilmir. Zelenski orada. Putin boyda adam, yəni Putin boyda deyəndə söhbət boyunda Rusiyanın təmsil edir. Söhbət Rusiyadan, Putin siyasi çəkisindən gedir. Görürsünüz, o boyda baxın, onun səsdən belə deyək də, hipersonik raketlərinə malik olan, sualtı nüvə daşıyan gəmilərinə sahib olan, nə bilim, kosmik təyyarələrə sahib olan, kosmik fəzada uçan və kosmosda tikirlər, stansiya tikirlər. Bu dövlətin, bu prosesdən iştirakçısı olan dövlətin rəhbəri müharibədən çıxa bilmir. Düzdür ya yox, Turan bəy? Çıxa bilmir, adam girib çıxa bilmir. Yəni müharibə başlatmaq da rahatdır, sonra onu bitirmək, oradan çıxa bilmək, oradan qalib ola bilmək. Amerika çox böyük riskdir. İraqa girmədi, nə gündə çıxdı. Əfqanistandan çıxmadı ki, qaçdı da. Orada çıxmaq demirlər. Müharibədən çıxmaq odur ki, girirsən müharibəyə, qarşına qoyduğun məqsədləri həyata keçirirsən və amma İraqa girdi, yarımçıq qaçdı. Əfqanistana girdi, yarımçıq qaçdı. Vyetnama getdi, yarımçıq qaçdı. Yəni müharibə o qədər də sadə məsələlər deyil. Ona görə də son 80 ildə qələbə qazanan, müharibə eləyib zəfər çalan və bütün risklərə baxmayaraq xalqın o alnındakı o qara ləkəni silən tək ölkə Azərbaycan. Təbii, onu dedi də, Elmlər Akademiyasının çıxışında prezident dedi, bizim kimi tam hüquqlu qələbə qazanan başqa bir xalq yoxdur. Bəli. Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa eləmişik, zəfər çalmışıq. Zəfərdən sonra Qarabağda böyük quruculuqlar aparmışıq. Və dünya da bunu qəbul edir. Dünya da bunu qəbul edir. Asan deyil. Orada bir təhdid də var idi. Məsələn, çox adam bilmir. Biz ordunu salıb, tutaq ki, 10 noyabra qədər ətrafı, sonra da 23-cü ildə də sentyabrda da Qarabağı ala bilərdik. Aldıq da. Ordumuz güclüdür filan, Trump demiş. Amma onun dünya siyasi baxımdan qəbul elətdirmək lazımdır. Bizim ərazi kimi onu təsdiqlətdirmək, nəinki dünyaya, hətta Ermənistanın özünə belə təsdiqlətdirmək, düzdür ya, o birisi də deyir, o güləşdə uduzan deyir, güləşməkdən yorulmaz, qəbul eləmir axı məğlubiyyətini. Onlar belə bu dəqiqə yalvarır ki, Paşinyan, qardaş, yaxşı da Qarabağı verdik, əl çək bizdən, bizdən yox, orada göyçə sözü filan. Yəni, bunlar tarixi günlərdir. Mən Allahıma şükür edirəm ki, mən bu zəfəri gördüm. Düzdür, indi yenə deyirəm, hər bir ailənin özünə görə qurbanları oldu. Birinci Qarabağ müharibəsində kifayət qədər şəhid ailələri oldu, Tural bəy. İndi bəzən biz də bir şəhid ailəsi ki, məsələn, anam indi baxır, ağlayır, görür, indi danışır da, indi evladdır da, itirib asan deyil. Amma mən bilirsiniz, mənə də asan. Təbii ki, o fərqli. Mən deyirəm, biz, məsələn, siyasi xadiməm, partiya rəhbəriyəm, indi azdan çoxdan tanınıram. Valla mən öləndən 3 gün sonra xalqın yadından çıxacam. Və mənim qəbrimin üstünə, nə bilim, anam, atam, bacı, qardaşım, onlar da dünyası dəyişənə gələcək ya gəlməyəcək. Amma şəhidlərin üstünə, baxın, tanıyan, tanımayan, mən dünən getmişdim. Xalq onları heç vaxt unutmayacaq. Bəli, Fəxri Xiyabana dünən getmişdim.
Baxdım məktəblər gəlir, əllərində qərənfillər, müəllimlər danışır, göstərir, dayanırlar. Bax mənim yanımdan keçdi, salam vermədi, heç tanımadı uşaqlar. Amma o şəhidləri tanıyacaqlar, biləcəklər. Çünki olan, yəni birinci Qarabağ müharibəsində də Tural bəy, birinci Qarabağ müharibəsində də kifayət qədər fədakarlıqlar oldu, şəhidlərimiz oldu. Hələ də sümükləri tapılır, hələ də onların cənazələri tapılır, hələ də ailələrin gözü yoldadır. Bildiniz, yəni bu fədakarlıqdır, bu qəhrəmanlıqlar sayəsində biz əldə elədik bu zəfəri. Mən cavanlıqda sizlə yaşadıq, bizim hələ 42-43 yaşımız var da. İndi biz fikirləşə bilərik ki, orta hesabla Allah ömür verir 70 il, 80 ildə. Mən amma bax sizə bir şey deyim. 19-cu ilə qədər, müharibə başlayana qədər də 20-ci ilə, 20-ci ilin sentyabrına qədər bizim xəritəyə baxanda beynimdən belə bir fikir keçirdi ki, görürsə mən bu xəritənin həqiqətən bütöv görə biləcəm. Bütöv görə biləcəm və valla tam səmimi deyirəm. Heç kim inanmırdı. Açıq etiraf eləyək. Biz necə inanırdıq, necə ki Cənubi Azərbaycan ideyasına inanırıq. Bax elə inanırdıq ki, aşağı yuxarı Cənubi Azərbaycan da elə getdi də. Düzdür, yəni o dediyimiz yəni məsələ orasında mən düşünürdüm, görürsən mən 40 yaşım vardı. İndi tam o vaxt 38 olsun, neçə olsun. Görürsən mənim ömrüm çatacaq. Yəni o qədər gəlizəm də siyasətlə məşğul olan üçün, sadə insan üçün asan idi. Müharibə eləyib qaytaracağıq. Amma siyasətçi bilir axı bu müharibə eləmək elə belə deyil də, elə istədim tankı topu saldım demək deyil. Yəni şükür ki bu günü gördük. Allah'a şükür. Şükür ki bizim belə bir zəfər günümüz var. Bir daha xalqımızı, millətimizi təbrik eləyirəm. Burada məmurlara da, müxalifətə də, iqtidara da səslənirəm ki, elə eləyək ki, xalqımız bu siz demiş, bu zəfəri sevsin. Hansısa məmur öz başınalığına görə bu zəfəri onların gözündən salmayaq.